İranın Məsləhət Şurasının üzvü Məhəmməd Rıza Bahoner ölkədə uzun müddətdir davam edən mübarizədən sonra hicab qanununun ləğv olunduğunu açıqlayıb. Bahoner qeyd edib ki, hüquqi baxımdan bu qanunun icrası mümkün deyil. İranda hicab qanununu icra etməyə daha gərək yoxdur. Hicab taxmaq məcburiyyəti artıq heç bir cərimə, cəza və ya hüquqi nəticə doğurmayacaq. Polisə də bunu çatdırın. İranda bu qanunun ləğvi 1979-cu il inqilabından sonra illərlə yığılan ictimai gərginliyin, mədəni toqquşmanın və siyasi zərurətin nəticəsidir. Yəni bu, təkcə bir qanunun dəyişdirilməsi deyil, rejimin ideoloji təməlində baş verən sarsıntının göstəricisidir. Bununla belə, fikrimcə, bu model qısa müddətlik sabitlik gətirə biləcək. Yəni, məsələyə uzun müddətli baxsaq, daxilində paradoks var. Səbəbi odur ki, İran kimi cəmiyyətlərdə bir dəfə azadlıq qapısı aralandığı təqdirdə xalq onu tam açmaq istəyəcək. Rejim isə çətin ki, bu prosesin sonunda qalib olsun.